Birinci sualdan başlayırıq. Mübtəda və xəbərlə bağlı. Bizə deyir ki, baş üzvlərlə bağlı verilmiş fikirlərdən uyğun olan fikri müəyyən edin. Aha. Baxıram birinci yazılana, A variantına. Deyir ki, mübtədanın ifadə vasitəsi amonimli olan isim ola bilməz deyir. Səhv deyir. Harda yazılıbdı ki, mübtədanın ifadə vasitəsi amonimli olan isim ola bilməz? Məsəl üçün, kök ismi. Amonimliyi var. İstəsəm yediyim kök mənasında işlədə bilərəm, mübtəda vəzifəsində, istəsəm ağacın kökü vəzifəsində. Bu yanlış fikirdir. Qabağına doğru yazıbdı, deməli bu fikir uyğunsuz fikirdir. Baxıram B bəndinə. Deyir, xəbərin ifadə vasitəsi olan sifət mütləq xəbərli şəkilçi qəbul etməlidir. Bu da yanlış bir fikirdir. Biz bilirik ki, xəbər ola bilmək üçün həm xəbərli şəkilçisindən istifadə oluna bilər, D4 variantlı xəbərli şəkilçisi olsun, həm digərləri olsun və yaxud da ki, idi imiş hissəsindən də işlənə bilər. Məsəl üçün, qırmızı idi də deyə bilərəm, qırmızıdır da deyə bilərəm. Burada da heç bir qəbahət yoxdur. Yanlış fikir qabağına doğru yazıb uyğunsuzdur. Keçirəm C-yə. Həm mübtəda, həm də xəbər qoşmalı əvəzliklə ifadə oluna bilər. Həm mübtəda, həm də deyir xəbər qoşmalı əvəzliklə ifadə oluna bilər. Bəli, bu doğru fikirdir. Qarşısına yanlış yazıbdı. O səbəbdən bu da uyğunsuz fikirdir. Nətər olur? Məsəl üçün, biz bilirik ki, məsəl üçün deyirəm ki, sənin kimi. Sənin əvəzlikdir, kimi də qoşmadır. Məsələn, mübtəda vəzifəsində işlədib deyirəm ki, sənin kimilər. Yəni, sənin kimilər belədir. Belədir kim? Sənin kimilər. Və yaxud da deyirəm ki, sözüm sənin kimilərədir. İstədiyim halda həm mübtəda, həm də xəbər vəzifəsində işlətmək mümkündür. Qarşısına yanlış yazıb deyənə uyğunsuz cavabdır. Baxıram D bəndinə. Mübtəda başlanğıc formada olan və olmayan sözlərlə ifadə oluna bilər. Bəli, bu doğru bir fikirdir. Mübtədam istəsəm başlanğıc formada olar. Məsəl üçün deyirəm ki, ata mühəndisdir. Mühəndisdir xəbər, kim? Ata. Ata burada mübtədadır. İstəsəm də mən bu ata mübtədasını başlanğıc formadan çıxardaram. Deyərəm ki, atam mühəndisdir. İşlətdimmi mənsubiyyət şəkilçisi ilə? Bəli. Biz bilirik ki, qrammatik şəkilçi başlanğıc formaya daxil deyil və mənsubiyyət şəkilçisi ilə işlənən mübtədalar başlanğıc formada olmurlar. Və bu fikir də tamamilə doğrudur. Qarşısına doğru yazıb, deməli mənim cavabım olacaq D bəndi. Y-yə baxıram. Deyir, xəbərin ifadə vasitəsi ismi birləşmə olarsa, cümlədə məstər işlənə bilər. Xəbərin ifadə vasitəsi ismi birləşmədirsə, bəli, bu ola bilər. Bu doğru fikirdir. Qabağına yanlış yazıbdır. Bu da əlbəttə ki, uyğunsuz fikirlərdən biridir. Keçdim ikinci suala. Deyir, mübtədası isimlə ifadə olunan cümlələri seçin. Aha, mübtəda axtarırıq və mübtədamız mütləq şəkildə isim olmalıdır. Baxıram indi birinci suala. Nə deyir mənə? Deyir ki, bizim qocalar cavanlara çox böyük örnək idilər. Bilirəm ki, örnək idilər cümləmin xəbəridir. Örnək idilər kim? Qocalar. Aha, mübtəda qocalardır. Bilirəm ki, qocalar sözü isim deyil, isimləşmiş sifətdir. Ona görə bir yanlışdır. Bir səhvdirsə, avtomatik D və Y variantı mənim cavabım ola bilməz. Kəndi su basdığı üçün kəndlilər köçüb getmişdilər. Köçüb getmişdilər kim? Kəndlilər. Kəndli mübtədadır. Kim? Kəndli. İsimdirmi? Bəli, isimdir. Deməli, 2 mənim cavabımdır. Baxıram üçüncüyə. Birincilik uğrunda mübarizə aparanlar qalib gəldilər. Qalib gəldilər. Kim? Birincilik uğrunda mübarizə aparanlar. Görürəm ki, burada məni biraz çətinə salıblar. Nədir məni çətinə salan? Görürəm ki, qalib gəldilər ki, mübarizə aparanlar. Düzdürmü? Bax, bu aparanlar sözündə ən şəkilçisini gördüm. Bildim ki, bu aparan sözü feili sifətdir. Və mən bilirəm ki, feili sifətin qarşısındakı sözlər xəbərlə əlaqəyə girmirsə müstəqil şəkildə tərkibə daxildir. Qalib gəldilər mənim xəbərimdir. Birincilik qalib gəldi demək olur? Yox. Uğrunda qalib gəldilər demək olur? Yox. Mübarizə qalib gəldilər demək olur? Yox. Deməli, bunların hamısı hara daxildir? Feil sifətin tərkibinə daxil. Bax, bu bütövlükdə olur mübtəda. Baxdım ki, isimlə ifadə olunub, yox. Demək, 3 də getdi, 3 də mənim düzgün cavabım ola bilməz. Mənim bir dənə variantım qalır, C bəndi.
Baxıram 4-ə. Deyir xəbərçilik xəbərçilərə heç vaxt başucalığı gətirməz. Başucalığı gətirmək frazeoloji birləşmə olduğuna görə bütövlükdə xəbər olaraq götürülür. Bilirəm ki, frazeoloji birləşməni parçalaya bilmirəm, elə bir ixtiyarım yoxdur. Başucalığı gətirməz nə? Xəbərçilik. Xəbərçilik sözü isimdir və cümləmin də mübtədasıdır. 4-ü götürdüm. Yuxarılar hələ də bu məsələ barədə fikir bildirmirlər. Baxaq görək nə deyir burada bizə. Mübtədamız nədir bizim 5-ci sualda? Fikir bildirmirlər, xəbər. Kim fikir bildirmir? Yuxarılar. Yuxarı sözü zərfdir, isimləşibdir, cümlədə mübtəda vəzifəsindədir. 5 də doğru cavab olmaz. Keçdim 3-ə. Baxaq 3-də deyir, xəbər əvəzliklə ifadə olunan cümlələri seçin. Rahat bir sualdır, sadə bir sualdır. Birinci növbədə xəbərin özünü tapmaq lazımdır. Baxıram 1-ə. Hamını öz arşınınla ölçmə. Ölçmə mənim xəbərimdir. Bilirəm ki, ölç sözü feildir və xəbərim feili xəbərlə ifadə olunub deyib 1-i çıxartdım. Mənə əvəzlik lazımdır. 1 əgər doğru cavab ola bilmirsə, B variantı da doğru cavab ola bilməz. Baxaq ikinciyə. Bu sualların faydası bizim hamımızadır. Hamımız sözünü görürəm ki, bu xəbərə oxşuyur biraz. Baxıb görürəm ki, hamı əvəzliyinin arxasında da bir dənə ımıza şəkilsi var. Hamımızadır. Bizim hamımız. Görürəm ki, burada üçüncü növ təyini söz birləşməsi var. Deməli, mən bunu parçalaya bilmərəm. Bizim hamımızadır. Bütövlükdə xəbərdir. Nədir bizim hamımıza? Sualların faydası. Bu da yeni üçüncü növ təyini söz birləşməsidir. Bu da ki, müstəqil şəkildə təyin vəzifəsində çıxış edir. Mənə əvəzlik lazımdır. Üçüncü növ təyini söz birləşməsi yox. Ona görə 2 də doğru cavab ola bilməz. Keçdim 3-ə baxmağa. Unutduğumuz günlər də özümüzündür. Özümüzündür xəbər. Nədir? Özümüzündür. Nə özümüzündür? Günlər. Mübtəda hansı günlər? Unutduğumuz günlər. Əvəzlikdirmi? Özümüz, öz əvəzliyi işlənibdir? Bəli. Deməli 3 mənim doğru cavabım ola bilər. Baxıram 4-ə. Bütün deyəcəyi sözlər sizin hər birinizədir. Bax, yenə eyni. İkincidə olan haldır. Sizin hər birinizə. Sizin hər biriniz. Yəni bu artıq olur birləşmə. Oldu bu xəbərimiz. Yaxşı çəkənmədik nə isə. Sizin hər birinizədir. Nə? Sözlər. Mübtəda hansı sözlər? Bütün deyəcəyi sözlər. 4 də mənim doğru cavabım ola bilməz. Keçdim 5-ə. Hiss olunur ki, bu kitablar sizindir. Sizindir xəbər. Nə sizindir? Kitablar. Hansı kitablar? Bu kitablar. Sizin əvəzlikdir, cümləmin xəbəridir. Doğru cavabım oldu. D bəndi. Keçdim 4-ə. Yaxşı igidin atını aparmaq, onu eldə xar etmək idi. Bax, cümləsinin təhlilinə aid olan fikri müəyyən edin deyir. Yəni, müəyyən edin deyirsə, burada biz doğru cavabı tapmalıyıq. Baxıb görürəm, deyir, xəbər məsdərlə ifadə olunubdur. Yaxşı igidin atını aparmaq, onu eldə xar etmək idi. Baxın, xar etmək frazeoloji birləşmədir, biabır etmək deməkdir. Mən görürəm ki, bu frazemin qabağında müstəqil sözlər işlənibdir. Nədir? Eldə xar etmək idi. Bu müstəqil söz olduğuna görə artıq bu keçir məsdər tərkibinə. Deməli, mənim xəbərim eldə xar etmək idi. Oldu xəbər. Nə eldə xar etmək idi? Yaxşı igidin atını aparmaq. Bu bütövlükdə olur mübtəda. Kimi xar etmək idi? Onu. Bu da oldu tamamlıq vəzifəsində. İndi baxıram, deyir, xəbər məsdərlə ifadə olunub. Xeyr, məsdər tərkibi ilə ifadə olunub. A getdi. Baş üzvlərin ifadə vasitəsi fərqlidir deyir. Aha, fərqli deyil axı. İkisi də məsdər tərkibidir. Eldə xar etmək də məsdər tərkibidir. Yaxşı gün atını aparmaq da məsdər tərkibidir. Bu da səhvdir. Cümlənin xəbəri feili xəbərlidir.
Yox, bu səhv cavabdır. Biz bilirik ki, feilin təsriflənməyən formaları əgər xəbər vəzifəsində işlənirsə, təsriflənməyən formalar feili xəbəri yox, ismi xəbər vəzifəsində olurlar. Ona görə C də səhvdir. İdi hissəci işlənib deyə ismi xəbərlidir. Xeyr, idi hissəci işlənib deyə ismi xəbərli deyil. Mütləq şəkildə təsriflənməyən formadır, yəni məstərdir deyə bu ismi xəbərli sayılır. İdiyə görə yox. Deməli, bizim burada bir dənə doğru cavabımız qalır. Y bəndi. Xəbər məsdər tərkibi ilə ifadə olunub. Bəli, doğru cavabdır. Keçdim 5-ə. Hansı cümlədə subyekt işlənsə də mübtəda rolunda deyil? Aha, subyekt deyir var, cümlənin subyekti var, ancaq o mübtəda vəzifəsində olmasın. Belə hallarda mütləq şəkildə biz axtarırıq məchul növü, yəni bunu yadda saxlamaq lazımdır. Məchul növdə subyektimiz olur, amma subyekt mübtəda vəzifəsində yox, tamamlıq vəzifəsində işlənir. Yəni bu şərti görürsənsə, bil ki, sən məchul növ axtarmalısan. Baxıram, unutmayın ki, iş insanın cövhəridir. İnsanın cövhəri xəbər, nə insanın cövhəridir? İş. İş mənim mübtədamdır, həm də deməli iş subyektim, həm də mübtəda vəzifəsində işlənibdir. Ona görə getdi. Məktub yaxın dostum tərəfindən yazılıb. Yazılıb nə? Məktub. Kim tərəfindən yazılıbdır? Dostum tərəfindən yazılıbdır. Baxın, biz bilirik ki, cümlədə subyekt var, obyekt var və hərəkət var. Cümlədə baş verən iş hərəkət sayılır. Bu cümlənin işi yazılıb sözüdür. Məktubu, bax bu hərəkəti, bu yazmaq işini yerinə yetirən mənim dostumdur. Və üzərində iş icra olunanda obyekt məktubdur. Yəni yazılma hərəkəti məktubun üzərində görülübdür. Amma mən görürəm ki, bu cümlənin tərkibində işi görən adam, yəni subyekt cümlədə mübtəda deyil, tamamlıq vəzifəsində işlənibdir. Deməli mənim axtardığım cavab məhz B bəndidir. Baxırsan C-ya, bütün məktublar vaxtında çatdırıldı. Çatdırıldı nə məktublar? Kimin çatdırdığı haqqında bir məlumatımız yoxdur. Bu cümlədə ümumiyyətlə subyekt işlənməyibdir. Tapşırıqlar vaxtında icra edilsin. Burada da ümumiyyətlə icra edilsin nə tapşırıqlar, yəni subyekt yoxdur. Mübtəda var cümlədə, amma subyekt cümlədə ümumiyyətlə iştirak etməyibdir. Hələ də onun sənə böyük ümidi var. Onun ümidi var. Bütövlükdə onun ümidi var. Olacaq cümlənin xəbəri bütöv şəkildə. Yox, bir dəqiqə. Var cümlənin deməli olacaq, üzr istəyirəm. Var cümlədə olacaqdı xəbər. Nə var? Onun ümidi var. Deməli mübtəda vəzifəsində çıxış eləyir. Bu cümlədə yenə uyğun gəlmir. Subyektimiz var və o mübtəda vəzifəsində də işlənibdir. Ona görə B-də olacaq, 5-də olacaq bir dənə B bəndi. Yəni uzun sözün qısası. Əgər belə bir şərti ilə rastlaşmışıqsa, subyekt işlənsə də mübtəda rolunda deyil, biz mütləq şəkildə məhcul növdə olan bir, xəbəri məhcul növdə olan bir cümlə axtarırıq. Baxaq 6-ya. Hansı cümlədə mübtəda və xəbərin ifadə vasitəsi eynidir deyir. Yəni mübtəda nə ilə ifadə olunubdursa, xəbər də deyir onunla ifadə olunsun. Sənin istəyin bizi məhv etməkdir. Bax, məhv etməkdir. Məhv etmək. Xəbər nə? Sənin istəyin. Görürəm ki, bunun biri ismi birləşmədir, biri ismi birləşmə deyil. Deməli, bunların ifadə vasitəsi eyni ola bilməz. Onun oxuması bizim sifarişimiz idi. Bizim sifarişimiz idi ismi birləşmə, üçüncü növ. Nə, deməli, bizim sifarişimiz idi. Nə onun oxuması. Mən bilirəm ki, onun oxuması da üçüncü növ təyini söz birləşməsidir. Hər ikisi 3 ilə ifadə olunub. Deməli, 6-da doğru cavabım olacaq elə B bəndi. Digərlərinə baxmağa ehtiyac yoxdur, amma yenə də baxaq. Müəllifin yazdığı öz testləri idi, öz testləri idi. Deməli, ismi birləşmə, mübtədam olacaq, dığı şəkilçisini görürüksə, bilirəm feili birləşmə. Bu gün gələnlər vaxtında da qayıtsın, qayıtsın. Kim? Xəbərdir, kim qayıtsın, bu gün gələnlər. Aha, görürəm ki, burada biri feilin təsriflənməyən forması feili sifətdir, biri də deməli təsriflənən feillə ifadə olunubdur. Burada heç ümumiyyətlə əlaqəsi yoxdur. Oxumaq əvəzi bizi irəliyə aparır. Yenə bax xəbərlə ifadə təsriflənən xəbərdir. Bu isə deməli ismi birləşmədir. İkinci növ təyin söz birləşməsidir. Əlaqəsizlərdir.
Keçdik 7-yə. Ən böyük xəta xətaların fərqinə varmamaqdır cümləsindəki baş üzvlərə aid olan fikirləri seçin. Baxaq görək nə deyir burada bizə. Quruluşca növləri eynidir deyir. Baxaq. Xətaların fərqinə varmamaq, deməli, ən böyük xəta. Deməli, xəta nədir? Xətadır. Nə? Belə cümlələrdə həmişə bu dır şəkilçisini gətirib mübtədaya artıraq. Xətadır. Nə xətadır? Xətaların fərqinə varmamaq. Deməli, bura qədərim olacaqdır xəbər. Aha, xətaların fərqinə varmamaqdır xəbər. Nədir xətaların fərqinə varmamaq? Xəta. Hansı xəta? Böyük xəta. Bilirəm ki, ən ədatdır və təhlilə cəlb olunmur. Deyir, quruluşca növləri eynidir. Baxıram ki, xətaların fərqinə varmamaq mürəkkəb xəbərdir. Söz birləşməsi ilə ifadə olunubdur. Amma xəta sözdür. Yəni sadədir. Deməli, 1 getdi. 1-i çıxartdığım zaman B getdi, D getdi, G getdi. Bu qədər rahatlaşdıq. Xəbər məsdər tərkibi ilə ifadə olunubdur. Bəli. Məsdər tərkibi ilə ifadə olunub deyir, düz deyir. 3-ə baxıram. İfadə vasitələri fərqlidir deyir. Bəli, fərqlidir. Sonra baxaq, xəbərin tərkib hissəsində frazeoloji birləşmə var. Bəli, fərqinə varmamaq frazeoloji birləşmədir. Düzdür. Frazeoloji birləşmə bura qədərdir, yəni. Xətalar müstəqil söz olduğuna görə artıq fərqinə varmamaq frazeoloji birləşməsi, frazeoloji birləşmə olmaqdan çıxıb məsdər tərkibi gedir. Mübtəda ismi birləşmə ilə ifadə olunub. Xeyr, mübtəda sözlə ifadə olunubdur. Burada doğru cavabım oldu. A bəndi. Keçdik 8-ə. Uşağı buradan qaçır cümləsinin təhlilinə aid olan fikirləri müəyyən edin. Baxıb görürəm ki, mən bu cümləni 2 cür təhlil edə bilərəm. Birinci variantda təhlil eləyəcəm. Uşağı buradan qaçırdı. Qaçırdı kim? Xəbər. Kim qaçırmış? Uşağı, mübtəda. Onun uşağı. Buradakı ı-nı mən subyekt olaraq versəm, onun uşağı olur. Yəni, mübtəda kimi bərpa olunur. Haradan qaçırdı? Buradan. Bu da olacaqdır cümləmin yer zərfliyi. Bu bir təhlil variantıdır. İkinci olaraq mən bunu təhlil edə bilərəm ki, uşağı buradan qaçırdı. Qaçırdı yenə olacaq xəbər vəzifəsində. Kimi qaçırdı? Uşağı. Artıq buradakı ı şəkilçisi təsirli halın şəkilçisidir. Buradan sözü hər iki təhlildə olduğu kimi qalır. Yəni, təhlil variantında birinci sözüm dəyişir. Birinci sözüm həm mübtəda, həm də tamamlıq ola bilər. İki variantlı düşünsəm. Bax, görək nə deyir burada bizə. Aha, birincidə deyir ki, cümlənin xəbərinə əsasən cümlə üzvləri dəyişə bilər deyir. Bəli, düzdür. Xəbərə əsasən dəyişə bilər. Qaçırdı xəbərini. Əgər sən düşünsən ki, uşağı buradan qaçırdı. Qaçırdı, nə edirdi formasında düşünsən, onun uşağı buradan qaçırdı kimi düşünsən, olacaqdır buradakı ır şəkilçisi, qrammatik şəkilçi, bu da olacaq idi. Yox, düşünsən ki, uşağı buradan qaçırdı, nə etdi, qaçırdı. Ir şəkilçisi olacaq leksik şəkilçi, bu da olacaqdır zaman şəkilçisi. Yəni, xəbərə əsasən biz bunu dəyişdirə bilərik. Mübtəda dəyişir. Bir doğru fikirdir. Xəbərin ifadə vasitəsində vurğu sonuncu hecada olarsa, birinci söz yalnız mübtəda ola bilər. Xeyr, tərsinə. 3-də nə deyir? Deyir, xəbəri feilin müxtəlif zamanlarında və şəkillərində düşünmək olar. Müxtəlif zamanlarında və şəkillərində müxtəlif şəkillərində düşünə bilmərəm. Niyə görə? Məsəl üçün, bax, əgər bu şəkildə düşünsə, ırı qrammatik şəkilçi olaraq versəm, bu d olacaqdır mənim idi hissəciyim, düzdür? Mən bilirəm ki, istəyir indiki zaman, istəyir keçmiş zaman, istəyir də ki, gələcək zamanda olsun, fərqi yoxdur. Bunlar hamısı xəbər şəklidir. Yəni, qaçırdı sözünü, istəyirsənsə sən indiki zamanda idi ilə işlənmiş variantını düşün, istəyirsənsə də ırı leksik şəkilçi olaraq ver, d-nı şudi keçmiş zaman şəkilçisi olaraq götür. Heç bir fərqi yoxdur. İstənilən halda bu söz xəbər şəklində olacaqdır. Ona görə də şəkil məsələsinə görə 3-də yazılan fikir yanlış fikirdir. Müxtəlif zamanlarda isə bəli düşünmək olar. İstəsən indiki zamanda da düşünmək olar, keçmiş zamanda da düşünmək olar. 3 də belə getdi. Xəbərin ifadə vasitəsində vurğu ikinci hecada olarsa, birinci söz mübtəda ola bilər. Bəli, doğrudur.
İkinci söz istənilən təhlildə sabit qalır. Bu da doğrudur. Buradan sözü istənilən halda zərflik vəzifəsində işlənəcək. Deməli, sən doğru cavabın burada. Bəli, burada da oldu cavabımız, deməli B bəndi. Keçək indi 9-cu suala. Deyir, hansı cümlədə söz birləşməsi ilə ifadə olunmuş cümlə üzvü baş üzvü izah edir? Deməli, biz baş üzvü axtarırıq burada. Baş üzv deyirsə, həm mübtəda da ola bilər, xəbər də ola bilər, heç bir fərqi yoxdur. Amma elə mübtəda xəbər olsun ki, söz birləşməsi olsun. Birinci şərtini anlayırıq, ondan sonra başlayırıq deməli, suallarla tanış olmaq. Deyir, dağların başına çökən duman kəndi də bürümüşdü. Bürümüşdü. Xəbər. Nə bürümüşdü? Duman. Hansı duman? Dağların başına çökən duman. Nəyi bürümüşdü? Kəndi bürümüşdü. Aha, görürəm ki, dağların başına çökən söz birləşməsidir və nəyi izah edir? Mənim mübtədamı izah edir. Yəni duman mübtədasını izah eləyir. Deməli, elə mənim axtardığım cavab da budur da, A variantıdır. Mübtəda və ya xəbəri izah eləsin demişdik. Burada da mübtədanı izah eləyir. Deməli, doğru cavab elə burada olacaq, A variantı. Digərlərinə də baxaq. Son dövrlərdə danışılan məsələləri hələ də həll etmirdilər. Həll etmirdilər xəbər. Nəyi həll eləmirdilər? Məsələləri tamamla. Hansı məsələləri? Son dövrlərdə danışılan. Bax, bu da eynisidir, hə. Burada da məsdər fe'l sifət tərkibi var. Amma fərq ondan ibarətdir ki, buradakı fe'l sifət tərkibi tamamlığı izah edir. Mənə baş üzv lazımdır. Yəni ya mübtəda, ya xəbər lazımdır. Baxıram C bəndinə, deyir Abad kənd tüstüsündən bəlli olar. Bəlli olar nə? Kənd, necə kənd? Abad kənd. Burada artıq görürsən ki, sözlə ifadə olunub. Bu heç cür uyğun gələ bilməz. Bugün bizim uşaqlar məğlub olmadılar. Məğlub olmadılar. Kim? Bizim uşaqlar. Uşaqlar tək götürülür, bizim parçalanır. Hansı uşaqlar? Bizim uşaqlar. Burada da yenə sözlə ifadə olunub deyə sayılmır. Bundakı faydanı işləyənlər biləcəklər. Biləcəklər kim? İşləyənlər nəyi? Faydanı. Aha, hansı faydanı? Bundakı faydanı. Burada da heç cürə uyğun gəlmir. Aha, belə. Baxıram 10-cu suala. Deyir, hansı cümlədə olmaq feili müstəqil cümlə üzvüdür? Yəni deyir, olmaq feili müstəqil feil vəzifəsində olsun. Burada mənim doğru cavabım olacaqdı C bəndi. Bir gözü yaşlı şair 10 ildir ki, Xan sarayında olur. Bax, mən buradakı olur sözünü yaşayır sözü ilə əvəz eləyə bilirəm. Xan sarayında yaşayır. Deməli, olur burada müstəqil xəbər olacaqdı. Harada yaşayır? Xan sarayında, yer zərfliyi. Aha, kim yaşayır? Şair. Hansı şair? Gözü yaşlı şair. Nə vaxtdan bəri? 10 ildir. Bu da mənim olacaqdı zaman zərfli. Digərlərində isə mən bunu əvəz eləyə bilmirəm başqa bir sözlə. Ona görə də olur cavabımız C bəndi. Keçdik indi 11-ə. Bir cədvəli tamamlayan fikri müəyyən edin, hökmümü veribdir və ona uyğun nəticəmi veribdir. Deyir ki, xəbərin ifadə vasitəsinin əsas tərəfi məsdər olarsa, xəbərin ifadə vasitəsinin əsas tərəfi məsdər olarsa, nəticədə nə olar? Əgər ifadə vasitəmizin əsas tərəfi məsdərdirsə, bu zaman buradan uyğun gələcək. Deməli, xəbərin ifadə vasitəsi feili birləşmədir. Xeyr, əsas tərəfdən söhbət gedir burada. O zaman feili birləşmə olmaz axı. Məsdərdən söhbət gedirsə, əsas tərəfdə feili birləşmə olmaz.
Sonra xəbərin ifadə vasitəsi ismi birləşmədir. İsmi birləşmədə olmaz. Çünki söhbət birləşmədən gedir. Xəbər mürəkkəb feili birləşmə ilə ifadə olunub. Hardan bildik ki, mürəkkəb feili birləşmə ilə ifadə olunub? Sonra baxıram D-ya. Deyir xəbər quruluşca mürəkkəb ismi xəbərdir. Aha. Bəli. Xəbər quruluşca sadə feili xəbərdir. Xeyr. Ümumiyyətlə əgər məsdərdən söhbət gedirsə, məsdər heç bir zaman feili xəbər ola bilməz. Məsdər mütləq şəkildə ismi xəbər vəzifəsində çıxış eləyir. Burada da doğru cavabımız olacaqdır. D bəndi. Baxdım indi 12-yə. Görək 12-də nə deyir bizə. Birinin deyir xəbərində Aha, baxaq görək nə deyir burada. Deyir, həmin xəbərin ifadə vasitəsi məsdər tərkibidir. Yəni məsdər şəkilçisi olsun, məsdər tərkibi olmasın amma. Baxıram aya, onun dərdi bunları bizə anlatmaqdır. Onun dərdi mənim mübtədamdır. Nədir onun dərdi? Bunları bizə anlatmaq. Görürəm ki, bu nədir? Məsdər tərkibidir. A getdi. Belə halda son çarə buralardan getməkdir. Buralardan getməkdir. Nə? Çarə. Görürəm ki, bu da olur. Nəyim? Xəbər, məsdər tərkibimdir xəbər. Yəni B variantı da getdi. Baxıram indi C-ya. Deyir bizim istəyimiz mübtədadır. Ağlı başına gəlməyidir. Bu da xəbərdir. Aha. Görürəm ki, burada mak-mərk məsdər şəkilçim var. Amma bu məsdər tərkibi deyil. Çünki fikir ver, ağlı başına gəlmək frazeoloji birləşmə ilə ifadə olunubdur və bunun qabağında müstəqil söz yoxdur. Onun sözü olsaydı burada bir dənə onun ağlı başına gəlməyi, hə, onda deyərdim məsdər tərkibidir. Olmadığı müddətcə məsdər tərkibi sayılmır. Burada cavabım olur C bəndi. Baxırsan D-ya, hamının məqsədi işə qəbul olmaqdır, işə qəbul olmaqdır. Məsdər tərkibidir. Uşağın istəyi kitabçanı atasına göstərməkdir. Uşağın istəyidir. Nə kitabçanı atasına göstərmək. Bu bütövlükdə sənin xəbərindir, məsdər tərkibindir. Bu da sənin mübtədandır. Bunda rahat qaydası odur ki, dediyim kimi, bax buradakı bu D şəkilçisini götürürsən, bərpa edirsən mübtədaya, uşağın istəyidir. Nə? Kitabçanı atasına göstərmək. Elə bir növ mübtəda ilə xəbərin yerini dəyişdirmiş olursan. Keçdik indi 13-cü suala. Bir hansı söz və ifadə cümlənin xəbəri olarsa, mübtəda işlənə bilməz. Rahat bir şəkildə sual verirsən feillərə. Zəhləm gedir. Nədən? Nədən mübtədanın sualı deyil. Deməli, bir rahatlıqla götürə bilirəm. Xoşum gəlir. Nədən? Deməli, ikisini də rahatlıqla götürə bilərəm. Mübtədada nədən sualı yoxdur. Xoşuma gəlir. Nə? Nə mübtədanın sualıdır deyə 3-ü çıxartdım. Oxunuldu. Nə? Mübtədanın sualına cavab ver. Təsadüf edildi. Nəyə? Deməli, cavabım oldu. Y bəndi. Keçdim 14-ə. Hansı cümlələrdə xəbər səhv göstərilib? Onların səhvini tapmalıyıq. Rahat bir suallardan biridir bu da. Birincidə deyir ki, imtahana az qalmış, oxumağa başladım. Sintaksisdə belə bir qayda var ki, mak plus başlamaq, mak plus işləmək bütövlükdə xəbər olaraq götürülür. Yəni, bu ayrı verifdir, səhv verif. Deməli, biri götürdüm. Ondan sonra baxıb görüm ki, deyir, bunların, bu kitabların hamısı qrammatikaya aiddir, qrammatikaya dairdir. Bu düzgündür. Aha, bu doğrudur, bununla işim yoxdur. Məqsədimiz hazırlaşanlara hər kəsə dəstək olmaqdır. Rahatlıqla xəbər mübtədanı bərpa etmək üçün məqsədimizdir nə? Hər kəsə dəstək olmaq. Deməli, burada da səhv verilibdir. 3-ü də götürdüm, cavabım alındı, Y bəndi. Hələ də biz o kitabdan işləmək istəyirdik. Bax, görürsən, mak plus istəmək bütövlükdə xəbər olaraq verilir. Bununla bir işim yoxdur. Gəldim 15-ci suala. Hər tərəf qaranlığa bürünmüşdü cümləsinin təhlilinə aid olmayan fikri müəyyən edin. Eləyək də. Hər tərəf sözü. Bax, biz bunu birinci növ təyin söz birləşməsində keçəndə öyrənmişdik ki, hər tərəf sözü mütləq şəkildə birinci növ təyin söz birləşməsidir və bu parçalanmır, bütöv götürülür. Deməli, bu gördük ki, mübtədamız birinci növ təyin söz birləşməsinin ifadə olunubdur. Bürünmüşdü, deməli xəbərimizdir.
bürünmüşdü xəbərdir. Nəyə bürünübdür? Qaranlığa bürünüb. Bu da mənim tamamlığımdır. Aid olmayanı, yəni səhvi tapasıyıq. Xəbərin ifadə vasitəsi quruluşca düzəltmədir deyir, düzdür. Bax, xəbər demir ha, xəbər quruluşca düzəltmədir deyirsə səhvdir. Çünki xəbər özü quruluşca sadə və mürəkkəb ola bilər. Xəbərin ifadə vasitəsindən danışır, yəni bürünmüşdü feilindən danışır. Burada da çox düzgün şəkildə vurğulayıb ki, düzəltmədir də düzdür. Bürüməkdən bürünmək, bürünmüş, bürünmüşdü olur. Yəni buradakı leksik şəkilçi. Bu doğru. Xəbər nəqli keçmiş zamanda işlənib. Bu da düzdür. Oradakı muş şəkilçisi nəqli keçmiş zaman şəkilçisidir. Mübtəda ismi birləşmə ilə ifadə olunub. Bəli, hər tərəf birinci növ təyini söz birləşməsi, yəni ismi birləşmədir. Mübtəda yer zərfi ilə ifadə olunub. Səhvdir. Burada görürük ki, mübtəda yer zərfi deyil. Bu səni aldadıb hərlə tərəfi parçalayır. Ona görə də yanlış fikrin eləsən D bəndindir. Xəbər feilin qayıdış növündə işlənibdir. Deməli, baxıb görürəm ki, xəbər qayıdış növdədirmi? Bəli, qayıdış növdədir. Bürünmüşdü də. Fikir verib görsən ki, məna olaraq qayıdışın mənasını daşıyır. Ətraf qaranlığa öz-özünə bürünübdür. Kimsə gəlib ətrafı qaranlığa bürünməyibdir. Y-dəki fikir də doğru fikirdir. Cavabımız olur burada. D və 16-cı sualda deyir, xəbərlərdən biri indiki zamandadır. Baxaq görək nə deyir. Yaralını yolun digər üzünə keçirdi. Keçirdi. Nə etdi? Bax, bu variantlarda biz bilirik ki, bax, ir şəkilçisi bayaqki testdə də ya leksik variantda işlənir, ya da ki, qrammatik variantda işlənir. İrin leksikmi, yoxsa qrammatikmi, arın leksikmi, yoxsa qrammatikmi olduğunu tapmaq üçün sadə bir qayda var. Ona sual verirsən. Əgər ir şəkilçisi sözün sualında öz əksini tapıbsa, deməli qrammatik şəkilçisidir. Yox, öz əksini tapmayıbsa, deməli leksik şəkilçisidir. Yaralını yolun digər deməli, yaralını yolun digər üzünə keçirdi. Bax, deyirəm, keçirdi. Nə etdi? İr şəkilçisi yoxdur sualda. Deməli, buradakı ir leksik şəkilçidir. I da qrammatik zaman şəkilçisidir. Bu deməli oldu şuuri keçmiş zamanda. Ceyhun atları tövlədən qaçırdı. Qaçırdı. Nə etdi? Qaçırdı. Ir şəkilçisi yoxdur sualında. Deməli leksikdir. Bu da oldu şuuri keçmiş zamanda. Güclü sel binanı uçurdu. Uçurdu. Nə etdi? Deməli buradakı ir olacaq leksik, bu olacaq qrammatik şəkilçi. Bu da getdi. Budağı əyib almaları qopardı. Qopardı. Nə etdi? Bax, ar şəkilçisi işlənmədi sualımda. Deməli leksik ardı bu. Qoparardı olsaydı nə edərdi formasında. Ar qrammatik sualda da öz əksini tapırdı. Amma burada sualda öz əksini tapmırsa, demək ki, leksik şəkilçidir. Buradan da qrammatikimi qoyuram. Deməli, bu da oldu şuuri keçmiş zaman. Aha, gəldim Y bəndinə. Deyir, artıq işlərimiz də bitirdi. Nə edirdi? Bitirdi. Nə edirdi? İr şəkilçisi sualımda varsa, deməli, qrammatik şəkilçidir, zaman şəkilçisidir, indiki zamandadır. Y bəndi doğru cavabımdır. Bir baş sözlərlə bağlı səhv fikri seçin. Cümlənin qrammatik əsası dedikdə mübtəda və xəbər nəzərdə tutulur, düzdür. Mübtəda mürəkkəb adlarla ifadə olunarsa quruluşca mürəkkəbdir. Bəli, mürəkkəb ad və söz birləşməsi varsa mübtəda mürəkkəb mübtəda olur. Mübtəda vəzifəsində işlənən söz suala cavab verməyə də bilər. Bəli, bu nə zaman baş verir? Məsəl üçün, mübtəda sual əvəzliyi ilə ifadə olunarsa, belə bir cümlə qururam, deyirəm ki, kim dərsə hazırdır? Dərsə hazırdır xəbər, kim mübtədadır. Sual əvəzliyidir və suala cavab vermir. Bu doğru fikirdir. Baş sözü məsdər ilə ifadə olunsa, sadə, tərkib ilə ifadə olunsa mürəkkəb olar. Bu da doğru fikirdir. Bunu da əzbər bilirik. Məsdərdirsə sadə mübtədadır. Məsdər tərkibidirsə mürəkkəb mübtədadır. Burada da heç qeyri-adi bir hal yoxdur. Yaxşı oxumağı bizi sevindirir cümləsinin mübtədası quruluşca sadədir. Sevindirir nə? Yaxşı oxumağı kimi bizi. Görürəm ki, mübtədam məsdər tərkibi ilə ifadə olunub. Məsdər tərkibidirsə sadə yox, mürəkkəbdir. Deməli, yanlış cavab olacaqdır Y bəndi. Keçdik 18-ə. Deməli, 18-də nə deyir bizə? Bir məzahir şəhərə çatanda gəldik cümləsi ilə bağlı səhvi tapın. Yenə səhv fikri tapırıq. Gəldik cümlənin mübtədası. Kim gəlib? Biz. Yoxdur mübtəda.
Nə zaman gəlmişik, məzahir şəhərə çatanda bu bütövlükdə bizim zaman zərfliyimizdir. Fe'li bağlama tərkibi ilə işlənibdir. Məzahiri niyə ayrıca götürmürəm? Məzahir gəldik olmaz. Ona görə də bütövlükdə götürülür fe'li bağlama tərkibində. A-da deyir, xüsusi isim cümlənin mübtədası kimi düşünülə də bilər, düşünülməyə də bilər. Niyə? Nə səbəbə mübtəda kimi düşünək ki, biz məzahir sözünü? Gəldi deyil axı xəbərim. Gəldi olsaydı deyərdim ha kim gəldi. Mübtəda burada bir dənədir. O da biz mübtədasıdır ki, hansı ki buraxılıbdır. Deməli yanlış cavab elə olacaq A bəli. Xəbərə əsasən mübtədanı bərpa etmək olar? Bəli, olar. Gəldik kim? Biz. Elədim. Cümlə üzvləri arasında uzlaşma əlaqəsi yoxdur deyir. Bəli, yoxdur. Çünki cümlədə mübtəda yoxdur. Mübtəda yoxsa nətər cümlə üzvləri arasında uzlaşma əlaqəsi olsun ki? Xəbər təsdiqlənən fe'llə ifadə olunubdur. Bəli, düzdür. Gəldi təsdiqlənən fe'li ilə ifadə olunub. Bir qrammatik əsası olan cümlədir. Bəli, cümlədə yalnızca xəbər var, çünki mübtəda yoxdur. Keçdim 19-cu suala. Baxaq görək mübtəda harda ismi birləşmənin ifadə olunubdur. Azad olmaq istəyi bizi mübarizəyə səsləyir. Mübarizəyə səsləyir. Nə? Azad olmaq istəyi. Görürəm ki, bu nədir? İsmi birləşmədir. Deməli, biri götürdüm. Onun yazdıqları sizə təsir etmədən ötüşməyəcəkdir. Onun yazdıqları. Mənim mübtədam budur. Biz bilirik ki, d üstü mənsubiyə şəkilsə, harda görürüksə bu olur fe'li birləşmə, ismi yox. Azərin tapşırıqları etməsi xoşuma gəldi. Azərin tapşırıqları etməsi. Bura qədəri olacaq deməli bizim nəyimiz? Mübtədamız. Xoşuma gəldi də xəbərim. Etməsidir. Məstər, üçüncü növ təyin söz birləşməsi. Bu məstər deyil ha. Bunu qatma məstərlə. Bu məstər deyil. Kitabın sonunu oxumaq ona çox təsir etdi. Kitabın sonunu oxumaq məstər budur bax. Bu ola bilməz. Cavab oldu 1-3. Bəndə. Keçdim 20-yə. Mübtədası yer zərfi ilə ifadə olunan fe'li xəbərli cümləni müəyyən edin. Maraqlıdır. Mübtəda axtarırıq. Yer zərfi ilə ifadə olunsun və cümlənin xəbəri də fe'li xəbərli olsun. Deməli, burada nəyə fikir vermək lazımdır? Yuxarı, aşağı sözü ola bilər ki, zərf vəzifəsində işlənsin, zərflik vəzifəsində. Ola da bilər ki, mübtəda vəzifəsində işlənsin. Bunu fərqləndirmək üçün bax, ya şəkilçisindən istifadə edəcəyik, ya və ya A şəkilçisindən istifadə edəcəksən. Yəni yönlük halda. Nətər istifadə edirsən, indi göstərim sənə. Deyir, yuxarı qalxmaq istəyirdilər. Mat plus istəmək bilirəm ki, bütövlükdə xəbər olaraq götürülür. Haraya qalxmaq istəyirdilər? Yuxarıya. Bax, yuxarıya deyə bilirsənmi? Bəli, deyə bilirsən. Yuxarıya qalxmaq istəyirdilər. Əgər bunu artırıb deyə bilirsənsə, deməli bu zərfli idi. Mübtəda yox. Getdi. Aşağı gözəl görünür. Görünür. Nə? Aşağı. Necə görünür? Gözəl görünür. Aşağıya gözəl görünür demək olur bu cümlə üçün? Olmur. Deməli, sənin mübtədan nə olacaq? B bəndi. Aşağı buradan çox isti idi. Baxıb görürəm ki, çox isti idi. Hara? Aşağı. Burada görürsən ki, konkret olaraq mübtədadır. Düzdür? Bəli. Amma sənə fe'li xəbərli cümlə istəyir. İsti fe'li xəbərli deyil, ismi xəbərlidir. Ona görə bu da getdi. Bax, fikir versən, aşağıya demək olmur. Aşağıya buradan isti demək olmur. Burada mübtədadır. Amma xəbərə görə C bəndi ola bilmir. Yuxarı aşağıdan fərqli olaraq daha sərin idi. Yenə eyni qayda. Sərin idi. Nə? Yuxarı. Mübtəda vəzifəsində işlənibdir yuxarı sözü burada. Amma xəbərin ismi xəbərlidir deyə uyğun gəlmir. Yuxarı mərtəbəyə qalxanda həyəcanlanırdı. Həyəcanlanırdı xəbər. Kim həyəcanlanırmış? O. Nə zaman? Yuxarı mərtəbəyə qalxanda. Burada ümumiyyətlə heç yuxarı sözü müstəqil vəzifədə deyil, fe'li bağlamanın tərkibindədir. Belə. Bu da olacaqdır. Deməli, B bəndi. B bəndi daha doğrusu.